Rusiyada real iqtisadiyyata təzyiq artır və biznes artıq mənfi tendensiyalar barədə birbaşa siqnallar verir. Bloomberg nəşrinin müharibə şəraitində Rusiya iqtisadiyyatına həsr etdiyi yeni məqaləsində bildirilir ki, Nijni Novgorod vilayətində sahibkarlar regional hakimiyyət orqanlarına müraciət edərək bu məlumatın Vladimir Putinə çatdırılmasını xahiş ediblər. İlin ikinci yarısında regionu kütləvi ixtisarlar gözləyə bilər. Sənayecilərin hesablamalarına görə təcili tədbirlər görülməzsə təxminən 20 min nəfər işini itirə bilər. Səbəb aydındır. İqtisadi vəziyyətin kəskin pisləşməsi, şirkətlər investisiyaların azalması, sifariş həcmlərinin düşməsi və istehsalın ixtisarı barədə məlumat verirlər. Əsas problemlərdən biri kreditlərin baha başa gəlməsidir. Güzəştli maliyyələşdirmə proqramlarının azaldılmasından sonra biznes 20%-dən yuxarı faizlə borc götürməyə məcburdur. Bu isə inkişafı faktiki olaraq mümkünsüz edir və hətta iri şirkətlərə də ciddi zərbə vurur. Bir çox müəssisə artıq xərcləri azaltmağa, iş saatlarını ixtisar etməyə və ümumi qənaət rejiminə keçməyə başlayıb. Rusiya biznesi üçün xüsusi ağrılı məsələ dövlət sifarişçilərinin gecikdirilmiş ödənişləridir. Söhbət 10 milyardlarla rubl ödənilməmiş hesab fakturalardan gedir. Hətta iri şirkət və təşkilatlar da sistemli şəkildə ödənişləri gecikdirir ki, bu da iqtisadiyyatda zəncirvari reaksiya yaradır. Biznes ödəniş almır, öhdəlikləri vaxtında yerinə yetirə bilmir və borclar artır. Rusiya üzrə aparılan biznes sorğusu problemin miqyasını göstərir. Şirkətlərin təxminən 70% son bir ildə investisiyaların azaldığını bildirib. Demək olar ki, yarısı isə mənfəətin 2 dəfə azaldığını qeyd edib. Eyni zamanda heç bir müəssisə sifarişlərin artdığını bildirməyib. Yeganə istisna müdafiə sənayesi müəssisələridir. Lakin onlar da eyni çətinliklərlə üzləşirlər. Bahalı kreditlər, borclar və təchizat zəncirində pozuntular. Bu vəziyyət Rusiya regionlarında Kremlə qarşı narazılığı artırır və ictimai narazılığı boğmaq getdikcə çətinləşir. Vətəndaş narazılığının hər an açıq etiraza çevrilə biləcəyi gözlənilir. Rusiya regionları rekord hərbi xərclər səbəbindən təhsil sahəsində də problemlərlə üzləşib. Primorsk yarında vəziyyət bunu aydın göstərir. Orada hakimiyyət 2026-cı il üçün regional büdcəni 3 milyard rubl azaltmağa məcbur olub. Baxmayaraq ki, sənəd cəmi 3 ay əvvəl təsdiqlənmişdi. Qərar iqtisadi vəziyyətin kəskin pisləşməsi və büdcə kəsilini örtmək üçün vəsait çatışmazlığı fonunda qəbul edilib. Regional hökumətin rəhbəri Vera Şerbinanın sözlərinə görə əvvəlki illərdə mövcud olan maliyyə ehtiyatları artıq qalmayıb. Adətən hər il təxminən 8-10 milyard rubl büdcə qalıq olurdu. Bu il belə olmadı. Bütün region üzrə qalığımız cəmi 500 min rubl təşkil edir və buna görə də bu kəsiri azaltmalıyıq, çünki onu örtmək üçün heç nə yoxdur, deyə o bildirib. Ən böyük ixtisarlar təhsil sahəsinə təsir edir. Məktəblərin təchizatı, uşaq düşərgələrinin infrastrukturunun yenilənməsi, texnikum və kolleclərin təmiri üçün nəzərdə tutulan 809 milyon rubl azaldılıb. İxtisarlar sosial dəstək, mədəniyyət, idman, turizm, kənd təsərrüfatı və fövqəladə hallara reaksiya sahələrinə də toxunub. Regionların inkişafı üçün istifadə oluna biləcək vəsaitlər hərbi xərclərə yönəldilir. Məktəblər və sosial xidmətlər üçün nəzərdə tutulan pullar Ukraynaya qarşı hərbi əməliyyatların davam etdirilməsinə, o cümlədən Ukrayna şəhərlərinin enerji infrastrukturuna hücumlara sərf olunur. Problemlər sistem xarakterlidir. 2025-ci ilin sonuna qədər Rusiya regionlarının ümumi büdcə kəsiri əvvəlki illə müqayisədə 3-6 dəfə artaraq 1,478 trilyon rubla çatıb. Bu, indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Gəlirlər 22,6 trilyon rubl təşkil edib və bu, əvvəlki ildən cəmi 4% çoxdur. Xərclər isə 4,4 trilyon rubla çataraq 9% artır. Nəticədə 4 region büdcə kəsiri ilə üzləşib. Mütləq rəqəmlərdə ən böyük maliyyə boşluğu Moskvanın payına düşür 99 milyard rubl. Həmçinin Yamalı-Nenets Muxtar dairəsində 84 milyard rubl və Xantı-Mansi Muxtar dairəsində 72 milyard rublda ciddi mənfi göstəricilər qeydə alınıb. Ənənəvi olaraq donor sayılan neft-qaz regionları belə artan xərclərin təzyiqi altına düşüb.
Son aylarda Moskvada partlayışlarla əlaqəli polis əməkdaşlarına qarşı iki böyük hücum baş verib. Birinci hadisə Yeletskaya küçəsində baş verən partlayışdır. 2025-ci il 23-dən dekabrın 24-nə keçən gecə iki yol polisi əməkdaşı polis avtomobili yaxınlığında şübhəli bir şəxsi görüblər. Onlar həmin şəxsi saxlamaq üçün yaxınlaşarkən o üzərində olan partlayıcı qurğunu işə salıb. Nəticədə iki polis leytenantı 24 yaşlı İlya Klimanov və 25 yaşlı Maksim Gorbunov həlak olub. Hücum edən şəxs də partlayış nəticəsində ölüb. 24 dekabra olan məlumata görə cinayətkar İvanova vilayətindən olan 24 yaşlı Pavel Golubenko olub. İstintaq orqanlarının fikrincə o telefon fırıldaqçılarının qurbanı olub. Onlar Gosuslugi portalındakı hesabını ələ keçirərək onu yol polisi avtomobilinin altına partlayıcı qurğu yerləşdirməyə inandırıblar. İkinci hadisə isə 2026-cı il 24 fevralda Savelovski vağzalı meydanında baş verən partlayışdır. Partlayış gecə saatlarında yol polisi avtomobili yaxınlığında baş verib. İstintaq komitəsinin məlumatına görə bir kişi meydanda növbədə olan 3 yol polisi əməkdaşına yaxınlaşıb və öz avtomobilini partladıb. Nəticədə bir polis əməkdaşı baş leytenant Denis Bratushenko həlak olub, 2 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, partlayışı törədən şəxs Rusiya vətəndaşı olub və Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət edib. Fevralın 24-nə olan məlumata əsasən onun şəxsiyyəti müəyyən edilib. 22 yaşlı Udmurtiyadan olan Sergey Moskvaya Sankt-Peterburg vasitəsilə gəlib. Əldə qayırma partlayıcı qurğunun gücü təxminən 300-400 qram trotil ekvivalentinə bərabər olub. Zədələnmiş avtomobilin şüşələri sındırılıb, kuzov və salon hissəsi zədələnib, dam isə partlayış nəticəsində əyilib. Hər iki hadisə cəmiyyətdə geniş rezonans doğurub. İstintaq orqanları araşdırmaları davam etdirir, hadisələrin bütün təfərrüatlarını və mümkün əlbir olan şəxsləri müəyyənləşdirirlər. Rusiya mediasının bildirdiyinə görə əsas sual budur. Fırıldaqçılar birbaşa Ukrayna təhlükəsizlik xidməti ilə işləyirlər, yoxsa Ukraynadakı fırıldaqçı kol mərkəzlərə qarşı hücumlara cavab olaraq Rusiyadan qisas alan müstəqil bir struktur fəaliyyət göstərir. Əksər ekspertlərin fikrincə hüquq mühafizə orqanlarına qarşı diversiya aktları adətən Ukrayna strukturları və onlarla əlaqəli qərb kəşfiyyat xidmətləri tərəfindən həyata keçirilir. Onlar neyrolingvistik proqramlaşdırma üsullarından istifadə edirlər. Əvvəlcədən məlumat toplayıb müəyyən şəxsləri tapır, onların psixoloji durumunu yoxlayır, daha sonra isə şantaj yolu ilə qanunsuz əməllərə sövq edirlər. Prezident Vladimir Putin bildirib ki, hücumu törədən şəxs çox vaxt olduğu kimi internet vasitəsilə cəlb olunub, sonra isə bomba ilə polisə göndərilib və partlayış uzaqdan idarə olunub. Lakin Rusiya prezidenti hücumun arxasında dayandığı iddia olunan təşkilatın adını çəkməyib. Eyni zamanda Rusiyalı hərbi müxbir Aleksandr Kots Telegram kanalında qeyd edib ki, bu, Ukrayna xüsusi xidmət orqanlarının birbaşa iştirakı ilə təşkil edilən ilk terror aktı deyil. Onun sözlərinə görə 2024-cü ilin dekabrında Moskva, Sankt-Peterburg və Tverdə eyni gündə polis avtomobilləri yandırılmışdı və bu da Ukrayna Təhlükəsizlik Xidmətinin işi idi. Lenta.ru-nun istinad etdiyi kriminalist ekspert Mikhail Ignatov bildirib ki, Moskvanın Savelovski vağzalında polis əməkdaşlarını partladan intiharçı gizli şəkildə istifadə olunmuş ola bilər. Lakin bu hadisələrin müstəqil şəxslərin işi olmadığı, Ukrayna kəşfiyyat xidmətlərinin fəaliyyəti olduğu şübhə doğurmur. Daha əvvəl bildirilib ki, 2025-ci il dekabrın 1-də Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə Ukraynadan gündə 30 min zəng edən telefon fırıldaqçılarının texniki mərkəzini zərərsizləşdiriblər.